Bir dənə bir banner hazırlayıram sizə. Gəlin fast food tərzində hazırlayaq. İlk ölçümüz 728-90-dır. Gəlir illüstratora. Pixels olur. 728 aiddəki 90. RGB qalır, çünki digitaldır. Çapa gedilir. Bir dənə flyer'dadır, vizit kartdadır CMYK eləməyiniz. High 300 ppi-də qalır. Artboard bir dənə olur. Create eləyirik. Belə bir səhifə çıxır. Balaca, uzun səhifəmiz. Nümunələrə baxırıq. Nümunə özümüz üçün seçirik. Alternativ çıxardırıq. Oradan font dizaynlarına baxırıq. Loqonun hara qoyulmasına baxırıq. Buttonun hara qoyulmasına baxırıq. Yəni posterdə necə analiz edirdisə, parça-parça, yəni background-a ayrı baxmaq, vizuala ayrı baxmaq, font dizaynına ayrı baxmaq. Eynilə burada da button-a ayrıca baxmış olursunuz. Dietik yeməklərlə bağlı eləyirik, belə bir şey fikirləşək və dietik yeməklərin də rəngini bildirəcəyimiz situasiya yaşıl rənglərdir daha çox. Ona görə də yaşıl və ağlardan istifadə edərək yola çıxmış olacağıq. Batımımızı fərqləndirə bilərik yaşılla uyumlu olacaq rənglər və brendin rəngində də o rəng varsa, onu da istifadə edə biləcəyik. Və fontları da ayrıca seçmiş olacağıq. Sloqan üçün çox düşünmürük. Çünki hal-hazırda sloqanları düşünməyimiz də yəni vaxt alır. Yəni bir qısa bir sloqan düşünə bilərik. Başlığımızı birinci düşünəcəyik ki, gündəlik dietik məlumatlar. Məqsədimizi birinci təyin edirik. Burada bu hazırlayacağımız web bannerin məqsədi insanları gündəlik dietik belə deyək, səhifəyə yönləndirmək. Bununla bağlı olacaq. Və məqsəd təyin elədik ki, insanların gündəlik diyet tuta biləcəyi səhifə ilə tanış olmalarını yönləndirmək üçün olacaq bu web banner. Ona görə sloqanımızı gündəliyə uyğun düşünməliyik ki, təşviq edici olsun. Gündəlik dietik məlumatlar, məsəl üçün. Sloqan belə ola bilər. Artıq avtomatik adam başa düşür, gündəlik dietik məlumatlar hardadır və batına doğru meylləndirmiş olacağıq. Kiçik bir açıqlama da verə biləcəyik orada həmçinin. Birinci backgroundumuzdan başlayırıq. Həmişəki kimi ardıcıllıq birinci background vasitəsilədir. İlhamlanırıq buradan. Bir görürük ki, belə bir rakurs ayırıblar. Biz də özümüzdən bir banner ideyası fikirləşirik ki, məsəl üçün, tak, bu hissəsi yaşıl olsun. Bu hissəsi yaşıl oldu. Buraya bir dənə orta nöqtə atırıq. Belə yumuşaldırıq. Bunu biraz sərtləşdirək. Bu bizim rəngimizdir və buradan ilhamlanaraq biz də bu cür bir banner hazırladıq. Və təyin eləyirik. Yazı harada olacaq, vizual harada olacaq. Vizuallarımızı burada qoya bilərik. Yazılarımızı buradan yaza bilərik və buttonun üstündə yer saxlamış olacağıq. Background-umuzu hələ tam hazırlamamışıq. Bir dənə tutaq ki, belə bir şey edirik. Diyet yazırıq. Font seçirik. Hələ ki, background-un hazırlanması ilə məşğuluq. Məsəl üçün, belə bir şey yazdıq. Öldürük. Eləyirik. Və bundan kopyalayıb da ki, bura qoyduq. Ctrl-D. Bu üçünü də kopyalayıb alta qoyduq. Və seçirik yazılarımızı ancaq opacitysini azaldırıq. Opacitysini arxada itiririk. Trim view eləyirik. Və belə bir şey çıxmış olur. Bu bizim məsəl üçün yazılardan ibarət bir backgroundumuzdur. Biz də ideyamızı bu şəkildə düşündük.
Fonttakı xoşumuza gəlmirsə fontumuzu dəyişirik. Bu daha yaxşı, biraz topmuş olsun. Bunu istəsək blur da eləyə bilərik. Seçirik yazılarımızı. Effekt, blur, qalsın blur. Və bu şəkildə bir background hazırladıq. Hansı ki, backgroundumuz hazırdır. Bunu da yəni və buradakı yazıdan ilhamlanmış olduq. Bunu qara eləsək görəsə necə görsənər. Onun da opacitəsini biraz azaltmalıyıq. Və salamat alt. Bu şəkildə. Backgroundumuz hazır. İndi istəsəz font dizaynı keçə bilərsiniz, istəsəz vizuala keçid edə bilərsiniz. Onun çox da bir fərqi yoxdur. Yazımıza keçid eləyək. Yazımızı yazaq. Yazırıq ki, TrimView-nu açaq. Yazırıq ki, gündəlik, bu başlığımızdır. Gündəlik, gündəlik sözünü ayrıca yazdıq. Gətirib qoyduq və böyüdürük. Font dizaynını hal-hazırda verməyə çalışırıq. Gündəlik sözünü burada yazdıq. Gündəlik diyeti. Bu şəkildə tak. Buraya yazdıq. Bu şəkildə qoyduq. Gündəlik dietik məlumatlar. Məsəl üçün. Bunu səliqəyə salırıq. İstəsək bu tərəfə qoya bilərik. Belə də qoymamız mümkündür. Background diblərinə çox gətirmişsiniz. Posterdə kimi məsafə alması üçün icazə verirsiniz, amma ölçülər balaca olanda ona zaten bir balaca ayırırsınız. Deyək ki, gündəlik sözünü seçirəm. Buradakı yaşıldan eləyirəm. Buradakı yaşıl yaxşı olmadı. Onun üstünü yaşıl görmür. Backgroundumuzu dəyişək. Buradakı yaşıldan götürək. Onda bunun da opacitəsini biraz da azaltmalıyıq. Buradakı yaşılda çox görsənir. Vizualı qoyanda mane olacaq. Font çox nazikdir. Bunu biraz qalın eləyək fontumuzu. Görürsünüz, hər dəfə müəyyən bir dəyişikliklər eləyə gedirik. Çünki istədiyimiz nəticəni əldə eləmək istəyirik. Okey. Yazımızı yazdı burada. Gördünüz, tək-tək sözlərini yazdım. Dizayn vermək üçün. Bunu biraz boz eləyək. Daha yumuşaq, soft variant olsun. Bunu biraz daha böyüdə bilərik. Amma bunu böyüdəndə artıq biraz vizualımız üçün yer qalmır. Biraz danışqan qalmır. Bu şəkildə qalmış, okeydir. Baxın, bu bizim font dizaynımız oldu. Bu bizim font dizaynımız oldu. Bura məsəl üçün loqonu qoya bilərik. Burada button qoya bilərik. Loqonu bura qoya bilmərik çünki font dizaynına mane olacaq. Amma button elədir ki, orada artıq rectangle var. O yüzden maneçilik yaratmır. Bir dənə belə çəkirik. Bunu ortalayırıq. Sadəcə vertical align center'a basaraq klikləyirik. Ctrl bas saxlayıq, nöqtələr çıxsın. Bunu biraz yumşaldırıq. Bu tipdə bir yumşaqlıq elədik. Burada yazırıq ki, ətraflı. Yəni, get ətraflı öyrən. Bunu balacalaşdırırıq. Çox balaca oldu. Bunu biraz böyüdəcəyik. Şimdi bir də seçirik və mərkəzləşdiririk. Bu çox böyük oldu. Bunu biraz bacıyıq, canlaşdırırıq.
Təzədən bir də yazı ilə batını seçib align-da mərkəzləşdiririk. Və bu da ətraflı. Və bu şəkildə ətraflı oldu. Burada loqonu qoyuruq. Bir dietik loqo götürək. Məsəl üçün. Sadəcə nümunə üçün. Bu loqonu qoyduq belə. Məsələn, bunu biraz da ikisini bir yerə seçir. Hətta qruplaşdıra bilərsiniz ki, rahat olsun sizə. Hər dəfə ikisini də seçməyəsiniz. Yəni mərkəzləşdiririk bura. Bu loqonu da mərkəzləşdirdik. Səliqə çox önəmlidir. Və bu artıq bu hissəsi hazır. Yazı çox böyükdür. Ətraflı sözü çox böyükdür. Qrupdan çıxardırıq. Ətraflı sözünü biraz daha balacalaşdırıb ikisini bir yerə seçib yenə mərkəzləşdiririk. Nəfəs alır, batın görsənir. Bu şəkildə yetərli olmuş ola bilir. Yazı da oxunur, yəni web banner sayta da yerləşdirəndə uzaqdan oxunmuş olacaq. Yəni bunları belə sayt kimi də düşünürsən, yəni biraz belə uzaqlaşdırıb görürsüz ki, hə, yazı oxunur, yoxsa yox. Belə tiplərdə fikirləşmiş olursunuz. Loqomuz da görsənir. Loqomuzu istəsək biraz da böyüdə bilərik. Bu şəkillərdə. Məsafələrinə diqqət edirsiniz, yəni biraz daha hər şeyin aralıqla hava nəfəs almasına icazə verirsiniz. İndi vizualımıza keçid edirik. Vizualımızı götürürük, dietik bir şəkillər, maraqlı, iştah artırıcı bir şəkil götürməyə çalışmalısınız. Məsəl üçün, tak, belə bir şəkil götürə bilərsiniz. Həm qidanın dietik olma, yəni sloqanımıza uyğun, mövzuza uyğun ona diqqət edirsiniz ki, iştah artırsın. Balacalaşdırırıq. Fikir verin, bax, belə qoymursunuz burada. Belə bunu qoymursunuz. Bu çox balaca görsənir. Böyük, diqqət çəkəcək şəkildə və məsəl üçün bu şəkildə qoymuş olursunuz. Bunu hətta seçib FX, Stylus və Drop Shadow da verə bilərsiniz ki, kölgə yansısın. Bir balaca kölgə yansısın və bu şəkillərdə qoymuş olursunuz. Və bu şəkildə də web bannerimizi tamamlayırıq. Web bannerimiz tamamlanmış olur. Gördünüz? Rahat şəkildə ardıcıllıqla planlı gedəndə, məqsəd bəlli olanda, avtomatik olaraq artıq yerlərini də rahat şəkildə seçə bilirsiniz. İndi bu düzbucaqlı formasındadır. Bunu istəyirsiniz kvadrat formada ölçüyə salmaq. Nə edirsiniz? Artboard yaradırsınız. Gəlirsiniz Windows, Artboards. Artboardsa gəldiniz. Burada plus yaradırsınız. İkinci artboardsuz yaranır. Bu eyni ölçüdə olacaq ona görə. Təzə səhifə açırıq. Bizə lazımdır indi, tutaq ki, kvadratik. 350-ni, məsəl üçün 60-a. Bu elə eyni formadadır, buna sadəcə böyüdüləcək. Biraz başqa forması bizə lazımdır, kvadratik. Məsəl üçün 500-ün 500-də də olur. Web banner. 500-ün 500-də. Bu kvadratdır da, sosial media poster kimidir. İndi buradakını köçürtməliyik bura. Buradakını köçürtməyi bura. Nə edirik? Eyni qaydadır, düzdür? Amma yerlər dəyişəcək. Burada məsələn bu kvadrat, bu rəngi götürək. Burada biraz fərqli eləyəcək. Buradakı background dizaynı belədir. Eynisi sadəcə orada kvadratda dəyişir. Elə bir çevirirsiniz də, belə təsəvvür edin. Yerlər dəyişdirilir. Artıq yazılarınızı bura qoyacaqsınız. Bunu kilidə qoyaq ki, şəkil bizə mane olmasın. Gəlirik kilidə qoyuruq ki, yazılarımızı götürə bilək. Bu yazıları götürürük. Kopyaladıq. Ctrl-C.
Ctrl V. Burada yazı daha böyük olacaq. Dəyişdirildi. Gördünüz, baxın bu şəkildə. Bunu trimview edirik. Bu şəkildə oldu. Ötə eyni qayda vizualımızı götürürük. Böyle oradakılar köçürdünüzsə ora və ölçüyə uyğun yerləşdirirsiniz. Burada hə, tərsinə olur. Belə çevirirsiniz. Bunu bu cür qoyursunuz. Gördünüz? Vizual hissəsi dəyişir. Yəni ölçünüzə uyğun adaptasiyalar başlanır. Məsələn, bu font dizaynınızı götürürsünüz, Ctrl-C, seçdi yazır, Ctrl-V. Burada ortadan gedir deyə bunu ortalayırıq. Böyüdürsünüz, qoyursunuz ortalığa belə. Bu şəkildə ortaya yerləşdirmiş olursunuz. Böyle batındır. Batınızı götürürsünüz. Ctrl-C. Bu ortaya yox, məsələn, qırağa qoya bilərsiniz. Bu da böyüyür. Ölçü axı böyüyür, baxır, ölçü dəyişir, baxır. Batınızı bura qoyursunuz. Logonuzu da o biri qırağa qoyursunuz. Və logonuzu gətirib qoyursunuz. Və səliqəyə salmış olursunuz. Gördünüz, yəni bir ölçünün başqa bir ölçüyə keçid edilməsi. Artıq o səhifənizin ölçüsünə görə, detalına görə onu başlayırsınız dəyişdirməyə. Yerlərini dəyişdirirsiniz. Stili qoruyursunuz, amma stil qoruyursunuz, stil qorundu. Bir stil təyin eləmişdik, o stili qorudu. Sadəcə başqa ölçüyə köçürtməyə etməyə başladınız. Yerlərini başlayırsınız. Bunu buradan qoysam necə göstərəcək, bunu buradan qoysam necə göstərəcək. Başa düşdünüz? Necə getdi? Bəli, teacher. Tamamdır. Əsas əslində. İndi işləyəndə görəcəksiniz sıralı şəkildə olmasını. Məsəl üçün, bir dənə də əlavə bir dənə tapşırıq sizə verəcəm. Atıram mən indi bu dəqiqə. Tamam. Əlinizin öyrəşmək. 3 gün ərzində yükləyə bilərəm. Hə? Aha, buyurun. 3 gün ərzində yükləyə bilərəm və axşam yükləyə bilərəm də evə gedəndə kompüterdən. Nə, video dərsi? Bəli, bəli. Gecikmirəm. Yox, 3 gün vaxtı olur. Elə bax, bunun eynisini hazırlayırsınız. Bunun. Burada nə görürsünüzsə ölçüləri. Eynisini hazırlayarsınız. Tamam. Eynisini hazırlayarsınız bunu. İkinci günə hamısını təhvil verməlisiniz. Bir də digər tapşırıqlar yazmışdım sizə. Onların hamısını. Tamam. Burada yəni birini hazırladınız, sonra sadəcə copy-paste edib atacaqsınız da başqa-başqa ölçülərə. Yəni ölçülərinizin rəqəmlərinin hal-hazırda bir fərqi yoxdur. Əsas olaraq o formanı əldə eləməniz yetərlidir. Əslində də burada yazılıb. 336-ın 200-ə, 728-90-a. Olsun. Rəqəmlərin eynisini yaza bilərsiniz. Vəssalam. Sözünüz, sualınız var məsəl? Yox. Tamamdır. Hələ ki yoxdur. Tamam, olsa yazın. Gününüz xoş keçsin, teacher. Sizin də çox sağ olun, uğurlu günlər. Hələlik. Sağ olun, hələlik.